Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, sizlərlə paylaşmaq istədiyim, yəni bu görürsünüz hal-hazırda, yəni belə bir aparat yığmışam. Yəni bunu yığma məqsədim odur ki, yəni işlərdə məni irəli atır. Yəni başqa bir fəsad, misal üçün nəsə bir işləyən bir cihaz var, tutub işləyir, tutub işləmir, gah işləyib, gah işləmir yəni. Yəni o problemləri aradan qaldırır, kombi üzərində və yaxud da sensor pit minitka üzərində, başqa bir cihazlar üzərində, yəni ki, hər bir işdə istifadə etməlidir. Yəni bunu sizinlə paylaşıram ki, yəni sizin də məlumatınız olsun, həm də gənc ustalarımız var. Yəni istəyirəm ki, yəni onlar da bilsinlər. Yəni gördüyünüz halda səliqəli üsulla yığmışam. Səliqəli kulturunu görürsünüz. Yəni bunun iş prinsipi nədir? Yəni bunun iş prinsipi odur ki, hansısa bir diod üzərində, hansısa bir relay üzərində nəsə bir problem olarsa və yaxud da tutub işləmə və yaxud da başqa bir diod vasitəsindən enerji vermirsə və yaxud da başqa bir şey. Bəziləri var, ola bilər deyər ki, tester deyilən şey var. Tester var qardaşım. Yəni bu elə bir şeydir ki, elə yerlərdə lazım olur ki, yəni sən o testerin onu göstərmirsən. Bildinmi necə, qurban sənə. Yəni onların hamısının probu gedib. Yəni hamısı sınaqdan keçirmişəm. Yəni bu gördüyünüz səliqəli quruluşda görürsünüz. Yəni, mükəmməl bir şeydir də. Yəni bunu izah edəcəm. İnşallah siz videolara bəyən atın. Qəşəng səliqəli bir də yorumlar yazın. Dəb kimi səliqəli. Qurban sizə. Deməli, YouTube kanalıma da Mərfət Usta TV-yə abunə olun, bildirimi açın. Yəni, bu tipli videoların ardını gəlməsini istəyirsinizsə, videolara bəyən atın. Mən də həvəslənib çəkiyim, sizlərlə paylaşım. Sizlərlə paylaşım qəşəngcə. Bir də belə bir şey də qurmuşam, bunu da göstərdim mən sizə. Yəni, burada misal üçün bunu görürsənmi, ayaqlığını. Adi bir taxtadan yığmışam, yəni ayaqlıqları qoymuşam ki, gördüyünüz bax, burada görürsünüzmü çökək. Yəni məsafə qalsın ki, misal üçün harasa qoyduqda bunun gördüyün ağızlıq isindikdə altında misal korobka və yaxud da başqa bir salafan olarsa, nəsə bir örtük yandırmasın. Görürsünüzmü, baxın. Bu da qalayı təmizləmək üçündür. Ağzını təmizləmək üçün, bax. Bildinmi necə? Həm də istəsən bu istiqamətdə də qoya bilirsən. Lazım olduğu. Görürsünüz. Yəni burada da bir vizit kartımız var. Qəşəng səliqəli. Bunlar işləyəcəklərdir. Yəni bunlar makina üzərində sıxılır. Yəni bunlardan almağınızı tövsiyə eləyirəm. İstərsə saxlı qalıb yanmır və yaxud da çörək pişirənlərdə yığılanda, təmir olduqda, hamısı işləyən keçən şeylərdə, başqa bir cihazlarda da. Yəni siz bəyən atın, paylaşın videonu qəşəngcə. Mən də bu haqda bunun ən çox nə işlərə yaradığını mən sizlərə izah edəcəm. Yəni görürsünüz. Yəni burada çox işlərə yarayan bir şeydir də. Yəni biri var saatlarla əlləş üstündə, giriz qalqıla, bu nəyindən olar, bu necə olar, bu niyə belə işləmədi, əsəb keçir. Biri də var ki, səliqəli üsulla, dediyim üsulla o problemi aradan qaldır. Bildinizmi necə? Yəni burada da gördüyünüz halda köhnə yaşlılardan varsa, yəni bu yığdığım detala baxıb, misal üçün bu aparatda, yəni nə yığdığımı, nə işə yaradığını, yəni biləcək. Yəni iş prinsipini öyrənib biləcək. Yəni burada da misal bunu yandırıram. Görürsünüz. Dövrəyəni dəyişirik. Yəni çoxu baxıb misal elə biləcək lampa yoxlamaq üçündür. Xeyr. Yəni izah eləyəcəm. Mən də istəyirəm, paylaşmağı sevirəm. Çünki gənc ustalarımız var. Onlar da öyrənsin, onlar da bilsinlər. Yəni nə olacaq ki, bu həyatda da yəni öyrənmələri daha da yaxşıdır. İşləsin, ruzsun, qazansın. Yəni gedib biri var avaraçılıq edələr. Biri də var ruzsun dalıca qasa. Yəni hər bir insanın istəyərəm, yaxşılığını istəyərəm. Yəni pislik hər bir insanın əlindən gəlir. Çalışıb bu oğlan onu deyərəm ki, yəni ki, yaxşılıq etsin. Nəysə kimsə bilmir, başa sal, nə olar ki?
Onlar biri bilər, biri bilməz. Gördüyünüz halda görürsünüz hal-hazırda qəşəngcə YouTube Mərifət Usta TV-yə YouTube'dan abunə olmağı unutmayın. Videoda izləyib bəyən atın, paylaşın. TikTok'da da paylaşıb və də bəyən atın. Videoda irəli çəkmədən izləyin. Oldu, sağ olun. Allah amanında, gələn görüşlərə dək. Özümü də bir dənə çəkim mi? Çəkim də özüm də bir dənə. Bu da universal Mərifət Usta. Sağ olun, var olun. Allah amanında, gələn görüşlərə dək.